8 mart Beynəlxalq Qadınlar Günü Ağcabədi rayonunda geniş qeyd olunub. Kral Şadlıq Sarayında keçirilən bayram şənliyində rayon rəhbərliyi, müxtəlif sahələrdə çalışan qadınlar, şəhid anaları, şəhid xanımları və onların qız övladları iştirak ediblər. Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qadınları bayram münasibətilə təbrik edib, onların cəmiyyətdəki misilsiz rolundan danışıb, Azərbaycan qadınının hər zaman zirvədə olduğunu vurğulayıb. Daha sonra Ağcabədi Birsaylı Mediasiya Təşkilatının direktoru Aygün Kərimova, Ağcabədi rayon təhsil sektorunun müdiri Teymur Qasımov, şəhid anası Məlahət Həziyeva, şəhid xanımı Qumru Süleymanova və digərləri çıxış edərək öz ürək sözlərini tədbir iştirakçılarına çatdırıblar. Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən bir qrup qadın bayram münasibətilə fəxri fərmanlarla təltif olunub. Bayram tədbiri Qarabağ Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə hazırlanan maraqlı konsert proqramı ilə davam edib. Üstümüzden estik, üstümüzden estik, uçak sana parçelik